müharibə necə nəticələnəcək, necə qurtaracaq, kim qalib gələcək, kim məğlub olacaq. Əgər müharibə uzandısa, bu İranın mı uğuru deməkdir, Amerikanın mı uğursuzluğu deməkdir. Yəni, bu kimi suallar çox səslənir və yekun etibarilə kimin qalib gələcəyi sualı aktuallıq kəsb edir. Amma mənə elə gəlir ki, bugün biz bu qədər konkret məsələni qoymağın vaxtı hələ çatmayıb. Niyə? Çünki hələ müharibə davam edir və müharibənin ilk günlərindən də deməli, hücumları başladan tərəfin Amerika Birləşmiş Ştatlarının Trump administrasiyasının elan etdiyi o 4-6 həftə müddət başa çatmayıb. Amma ümumilikdə Amerika Birləşmiş Ştatları elə bir siyasi və hərbi gücdür ki, bu gücün qarşısında təbii ki, İran dayana bilməz. Təbii ki, İran ona nə qalib gəlmək qüdrətindədir, nə indi bəzi adamlar var, görürəm ki, eyfariya qapılırlar, kimlərisə təsir altında. Məsələn, düşünürlər ki, əgər İran davam gətirib, dözüb, İran raketlər atırsa, qonşu ölkələrə raketlər atırsa, müqavimət göstərməkdə davam edirsə, deməli, İran məğlub edilməzdir. Yəni, onun bir yaradılan o miş həqiqət imiş və Amerika Birləşmiş Ştatları ya geri çəkiləcək, ya da ki, məcbur olub bu döyüş meydanından geri çəkilmək olacaq və bu bərabərliklə başa çatacaq, ya da ki, İranın qələbəsi ilə başa çatacaq. Belə, absurd fikirlər söyləyənlər də var, amma faktiki olaraq Amerika Birləşmiş Ştatları dünyanın qlobal gücdür, böyük gücdür və özünün hərbi arsenalının, hərbi qüdrətinin çox cüzi bir hissəsini bugün İranda tətbiq edir. Özdə nəzərə almaq lazımdır ki, burada yalnız Amerika Birləşmiş Ştatları deyil, burada əməliyyatda iştirak edən digər güclü bir dövlət də var, bu da İsraildir. Ona görə də bilirsiniz, bu müharibənin konkret bir mənalı şəkildə bugün kiminsə xeyrinə başa çatacağını həm müəyyən etmək olar, yəni Amerika Birləşmiş Ştatlarının gücü baxımından. Həm də eyni zamanda mən istərdim ki, yenə o fikrimə qayıdıram ki, müəyyən qədər vəziyyəti izləyək ondan sonra.